Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı Məhkəmə kompleksində təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi zərərçəkmişlərin ifadə verməsi ilə davam edir. Zərərçəkmişlər ifadələrində bildirirlər ki, 44 günlük vətən müharibəsindən heç bir nəticə çıxarmayan Ermənistan silahlı qüvvələrin qalıqları və qanunsuz erməni silahlı dəstələri ondan sonraki dövrdə də Azərbaycanın mövqeylərini və yaşayış məntəqələrini iri çaplı silahlarla ateşə tuturdu. Nəticədə vətəndaşlarımız həlak olurdu. Onlar ifadələrində bildirirlər ki, həmin vaxtda hətta yaralıların təxliyə olunmasına belə imkan verilmirdi. Yaralı vəziyyətdə olan vətəndaşlarımızı xilas etməyə çalışan tibbi heyəti də Ermənistan silahlı qüvvələrin qalıqları və qanunsuz erməni silahlı dəstələri ateşə tuturdu. Eyni zamanda tibb xidməti avtomobillərini, sanitar xidməti avtomobillərini raketlə vururdular. Hansı ki, həmin avtomobillərin üzərində dörd bir tərəfdən uzaqdan aydın şəkildə görünən tanınma nişanları var idi. Və ifadələrində qeyd edirlər ki, həmin vaxtı Azərbaycanın mövqeləri və yaşayış məntəqələri iri çaplı silahlarla, xüsusilə də mina atanlarla vurulurdu və zərərçəkmişlərin böyük bir əksəriyyəti mina atanlardan açılmış atəş nəticəsində, həmin mina atan mərminin yanlarına düşüb partlaması nəticəsində xəsarət aldıqlarını bildirirlər, yaralandıqlarını bildirirlər və qeyd edirlər ki, həmin vaxtı yanlarında olan xidmət yoldaşları isə həlak olub, həyatlarını itiriblər. Məhkəmə prosesi zərərçəkmişlərin bu cür ifadə verməsi ilə davam edir. Ruben Vardanyan isə hələ ki ifadə verməkdən çəkinir, ifadə vermir məhkəmə prosesində, amma demək olar ki, hər məhkəmə iclasında müxtəlif vəsadətlərlə çıxış edir. Bizim xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatlarımız olacaq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.